Hər vaxtınız xeyir, hörmətli liderlər, brend partnyorlar. Liderliyin inkişafı layihəsi davam edir və düşünürəm həqiqətən çox möhtəşəmdir. Bunun üçün bütün komandalarınızı hər zaman dəvət edin. Çünki liderlərin dəyərli çıxışları, onların təcrübəsi ilə olan neçə illərin təcrübəsini sizinlə bölüşürlər və sizlər də öz komandalarınızda bunu fərqli cür istifadə edə bilərsiniz. Çünki hər eşitdiyimiz yeni bir kəlmə, yeni bir fikir bizim işimizdə tam fərqli bir rol oynaya bilər. Və bugün çox gözəl bir mövzu ilə çıxış edəcək. Rekruting və dəvət. Bilirsiniz ki, bizim işimizin əsas təməllərindən biri aktivlik, rekruting və liderliyin inkişafıdır ki, bugün necə dəvət etmək lazımdır, necə rekruting etmək lazımdır. Bu üsulları bizə top lider Rəna Məmmədova danışacaq və həqiqətən çox möhtəşəm bir işi var. Bilirsiniz ki, özü burada deyil, amma Rusiyadan Azərbaycanı idarə edən liderlərimizdən biridir. Onun üçün onlaynda daha güclü olduğu üçün düşünürəm bu rekrutinqi sizə daha gözəl öz üsulları ilə bölüşəcək ki, bəlkə sizlər də xarici dövlətlərdə gözəl qollar açarsınız və onları çox gözəl idarə edə bilərsiniz. Hal-hazırda sözü ötürürəm Rəna Məmmədovaya, buyur. Çox sağ olun Zemfira xanım, söz verdiyiniz üçün. Hər kəsi mən də salamlayıram. Özümü təqdim edeyim. Çünki bu təlim ümumi Ariflame Azərbaycan üçündür. Mən Məmmədova Rəna, ailəliyəm, 3 evladım var. Özüm hal-hazırda Azərbaycanda deyiləm, Rusiyada yaşayıram və 7 ildir ki, Ariflame şirkəti ilə əməkdaşlıq edirəm. Hal-hazırki dərəcəm isə baş qızıl direktordur. Həm də bildiyiniz kimi Azərbaycan üzrə top 15 liderlərindən biriyəm. Və bugünkü mövzumuz çox gözəl və dərin bir mövzudur. Çünki niyə bu mövzunu mən seçdim? Ona görə ki, mən xaricdə yaşadığım üçün ən çox deyərdim ki, bəlkə də Azərbaycanda onlayn dəvətlər gətirən liderlərdən biriyəm. Çünki Azərbaycanda yaşamadığım üçün mən ən çox dəvəti onlayn şəkildə edirik. Və bu günlərimdə biz hardan necə dəvət gətiririk, hansı üsullarla dəvətin nə qədər belə deyim yolları var. Onlar üzərində mən sizin üçün danışacağam. İnşallah inanıram ki, sizin üçün də faydalı olacaq və dəftər ruşkalarınızı da götürün, qeydlərinizi də aparın və əsas odur ki, bunları eşitdiklərinizi tətbiq edin. Və mən o liderlərdən biriyəm ki, hardan nə eşidirəmsə, gəlirəm sırazı, mən onu öz üzərimdə tətbiq edirəm. Fərqi yoxdur, 3% olsun, 6% olsun, direktor olsun, top lider olsun. Çünki hərənin fikri fərqlidir, hərənin dəvət yöntəmləri fərqlidir. Ona görə də mən eşitdiklərimi gəlib öz üzərimdə tətbiq edirəm ki, görüm bu məndə necə alınacaq. Baxın, mən indi başlayım. Biz hardan necə dəvətlər gətiririk? Birinci, bilirsiniz ki, hər kəsin bildiyi kimi linklər üzərindən dəvət və ola bilər ki, indi çoxlarınız düşünərsiniz ki, indi hal-hazırda linklərdən əvvəlki kimi dəvət gəlmir, amma bu mənim üçün elə eyni deyil. Çünki ona görə ki, indi onun yollarını mən sizə deyəcəm, necə oradan siz dəvətlər gətirə bilərsiniz. Baxın, bildiyiniz kimi mən burada, Elmir müəllim burada görürəm, Elmir müəllimi salamlayıram. Elmir müəllim demişəm, mən məhəbbətlə çalışıram. O həyat yoldaşı deməyə qoymur, deyir, məhəbbət deyil. Biz bu işdə ikimiz bir yerdə çalışırıq. Və mənə dəvətlər gətirməkdə demək olar ki, biz yarı-yarı işləyirik. Ən çox dəvətlərimdən o kömək edir mənə gətirməkdə və linklər üzərindən ən çox yoldaşım məhəbbət dəvət gətirir və onun üsullarından danışacağam sizə ki, necə gətirir. Baxın, ən çox Instagram üzərindən. Baxın, qeyd eləyin nə cür. Instagram üzərindən necə biz linklər üzərindən işləyirik. Bilirsiniz ki, bax Instagramda indi sizə burada yazar çatda da yazarsınız ki, hər kəsin bildim əhatəsi xanımlardan ibarət olan kimlər var. Məsələn, mən indi burada sayacağam. Sizlər də əlavə edə bilərsiniz. Baxın, kosmetoloqlarımız var, lazer ustaları var, sonra dırnaq ustaları var, hicab səhifələri var, şirniyyat səhifələri var. Yəni, əlavə eləyə bilərsiniz, siz də artıra bilərsiniz ki, xanımlardan ibarət olan əhatələr kimlərdir?
Baxın, yoldaşım bunları Instagram səhifəsində, onların səhifələrini tapır. Təbii ki, o mənim adımdan onları dəvət eləyir. Necə? Yəni işə dəvət etmir. Çünki bilirsiniz də indi biraz Azərbaycanda əgər bəy olaraq özünü təqdim eləsə, təbii ki, çox 90% insanlar razı olmaz. Ona görə o mənim adımdan bunları yazır və bu səhifələri tapır. Baxın, özünüz də fikirləşə bilərsiniz ki, ən çox xanımlardan ibarət olan əhatə kimlərdədir? Bunları tapır. Tutaq ki, deyə bir kosmetoloqun səhifəsini tapdı. Səhifədə keçir direktə yazır. Ya da ki, orada nömrə qoyur, çoxları nömrə də qoyur. Ya da ki, keçir WhatsApp-da yazır. Və nömrə qoymayanlar da direktə yazır. Direktə yazır, nə yazır? Baxın, qeyd eləyə bilərsiniz. Yazır. Məsəl üçün, tutaq ki, deyək, Gülər adında, burada indi Güləri görürəm deyək, Gülər adında bir kosmetoloq var. Ona direktə yazır, deyir ki, salam, hər vaxtınız xeyir olsun, mənim adım Rəna Məmmədovadır. Baxın, qarşılıqlı tam pulsuz şəkildə reklam etmək istəyirsiniz. Təbii ki, tam pulsuz şəkildə bu insan eşidəndə təbii ki, çoxlar razı olur. Başlayır yazır, sual verir ki, necə? Və orada yazır ki, yoldaşım, biz onlayn bizneslə məşğuluq, sizin də reklama ehtiyacınız var, bizim də. Və mənim hədəf kütləm WhatsApp-dadır. Bizim hal-hazırda, məsələn, mənim 7 ildir ki, bu işdə çalışıram. 7 ildə demək olar ki, 7-8 mindən artıq kontaktım var. Yoldaşımın daha çoxdur, çünki onun özünün də onlayn işi var deyə, o üzrə ona görə onun kontaktı daha çoxdur. Və orada vurğuluyur ki, mənim məsəl üçün 5 mindən çox kontaktım var. Mən sizin işinizi WhatsApp-da reklam edəcəm. Siz də mənim sadəcə bir link atacağam sizə. O linki öz statusunuzda paylaşarsınız. Və biz keçirik WhatsApp-a. Burada həmən insanın da adını, o mənim adımı qeyd edir kontaktda, mən də onun adını qeyd edirəm və mən onun işini öz statusunda paylaşıram. O da mənim linkimi paylaşır statusunda. Baxın, burada nəyə görə bunlarla işləmək daha yaxşıdır? Ona görə ki, məsəl üçün, tutaq ki, deyək, sizin hansısa getdiyiniz bir kosmetoloqunuz var, düzdürmü? O insanı daha çox istəyirsiniz və o insan məşhurdur. Və o link paylaşanda sizə çox maraqlı gəlir ki, mənim kosmetoloqum, məsələn, link paylaşır, mən daxil olum görüm bu nə işidir. Daxil olanda mən başlayıram onlara iş haqqında məlumat verəndə, hətta nə qədərəsindən eşitmişəm ki, mənim kosmetoloqum paylaşmışdı bu linki. Daxil oldum ki, görüm nə işidir və biz həmən insanla, belə deyim, ona tapşırırıq ki, əgər sizdən kimsə soruşsa, deyən ki, mən də həmən xanımla əməkdaşlıq edirəm. Və biz orada vurğulayırıq ki, bəli, Gülər xanım bizlə əməkdaşlıq edir, bizim komandada qeydiyyatdadır və demək olar ki, belə biz hardasa, məsələn, %50% həyə çevirə bilirik o insanları. Çünki o insan həmən o kosmetoloqa güvənir, ona görə də, məsəl üçün, yox desəydisə, ona görə hardasa həyə gəlib çevrilir. Baxın, belə siz minlərcə insanları tapa bilərsiniz. Hansı ki, məsəl üçün, kosmetoloqlardan başqa həkimlər var, sonra qaş ustaları var. Nə qədər fikirləşin ki, əhatəsi olan xanımlar o qədərdir ki, salon ustaları var və bunlarla siz onları işə dəvət etmək yox. Hansılar ki, biz məsəl üçün onlara yazırıq ki, sizi işə dəvət edirik. Bəlkə zamanla ola bilər ki, onlar da gəlib sizin partnyorunuza çevrilə bilər. Onu siz sonra etaplarda edə bilərsiniz. Amma yəni biz sırazıdan onlara iş təklifi etmirik. Qarşılıqlı reklam təklif edirik. Və təbii ki, onların da işinin reklama ehtiyacı olduğuna görə və əlbəttə ki, oradan bizə də yox deyənlər var. Eləsə var, deyir ki, yox, ehtiyac yoxdur. Necə ki, bizim işdə biz yoxlar alırıqsa, buradan da yox alırıq. Və amma bu çox gözəl effekt verir. Bunu sınamağınızı çox istəyərdim ki, biz linklərlə bu yolla çalışırıq. Və sonra, baxın, mənim komandamda bilirlər ki, mən offline şəkildə dəvət gətirə bilmirəm, çünki Azərbaycanda olmadığıma görə. Sizin məndən üstün cəhətləriniz o qədərdir ki, ona görə ki, siz canlı-canlı da dəvətlər edə bilərsiniz. Mən, bilirsiniz ki, mənim Rusiya qolumda var, beynəlxalq qolum var, hansı ki, Rusiya bizlə əlaqəsini kəsməmişdən qabaq mən açmışdım deyə, indi mən oradan qeydiyyatlar edə bilirəm. Təbii ki, burada mən də hara gedirəmsə, istəyir fərqi yoxdur, toy olsun, bayram
olsun, ad gün olsun. Hara gedirəmsə, mən mütləq oradan tanış olub yeni insanların nömrəsini alıram və kontaktıma əlavə edirəm. Bir dəfə bilmirəm hansı təlimdə idi, yoxsa səsdə idi. Faiq müəllim bir söz demişdi ki, hətta biz göydə belə qeydiyyat eləyə bilərik və onun sözünə qüvvət. Bir dəfə mən Azərbaycana gedirdim, hansı ki Türkiyə səyahətinə gedəcəkdi. Yolda samolyotda bir nəfər gəldi, xanım əyləşdi yanımda və başladım onunla ünsiyyət qurmağa. Məndən soruşdu, hara gedirsən? Sırazda dedim, Azərbaycana gedirəm, oradan Türkiyəyə gedəcəyik səyahətə. Başladı, ona da maraqlı gəldi ki, harda çalışırsınız və ünsiyyət yaradıb o insanın da nömrəsini götürdüm. Və bu sözümün canı odur ki, hara getdinizsə, mütləq ünsiyyət qurub oradan yeni insanlar dəvət etmək lazımdır. Təbii ki, sırazı mən onları iş təklifi etmirəm ki, elə bir şeylər danışıram ki, onlara o insan məcbur qalıb nömrəsini belə verir ki, nömrəmi qeyd edin, sizi izləyib sonra sizə geri dönüş edərəm. Baxın, kontakt artırma və mən ən çox demək olar ki, indi dəvətlərimi kontakt artırma ilə edirəm. Mütləq kontakt artırmanız vacibdir. Yəni kontaktımız çoxalmalıdır. Çünki mən də bu işə başlayanda hardasa bir 20 nəfər kontaktla başlamışdım. O da yaxın qohumlar, bir-iki nəfər də belə deyim də qrup yoldaşlarım, sinif yoldaşlarım və indi isə mənim 7-8 mindən çox kontaktım var bu 7 ildə. Mən hər kataloq ən azından kontaktımdan, yəni statuslarımı izləyərək ən azı 1-2 nəfər də olsa dəvətə gətirirəm. Çünki bunu mən onlara təklif etmirəm. Mən elə bir statuslar paylaşıram ki, o insanlar o statusları izləyərək mənə geri dönüş edirlər. Ona görə mütləqdir ki, kontaktınızı artırasınız. Və kontakt artırmanın yollarını mən sizə deyim ki, mən necə kontakt artırıram. Baxın, məsələn, bayaqlarım vurğuladım ki, mən linklərlə çalışırıq. O linklərdən hansılar ki, bizə yox deyirlər və mən o insanlardan heç vaxt qırıb atmıram onları. Təbii ki, demək olar ki, hardasa %90%-ni ən azından mən mənim öz adımı onların kontaktına əlavə etdirirəm. Onsuz da mən onların adını kontakta əlavə edirəm. Və bunu mən əlavə edəndə mən onlar mənə yox deyər kimi saymıram. O nə vaxtsa mən bilirəm ki, mənə geri dönüş eləyəcək. Bir ay tez, bir ay gec. Elə olub ki, bir il bundan qabaq mən kiməsə məlumat vermişəm, hansısa bir statusumu görüb oradan mənə geri dönüş edib ki, mən də istəyirəm, mən də qeydiyyat edin. Və baxıram yazışmalardakı keçən il hansı aydasa mən ona iş təklif etmişəm. Yəni bu demək deyil ki, bu sırazıdan o yox dedisə, bunu qırıb atmaq lazımdır. Yox, mütləq ən azından nə olur olsun, onun elə edin ki, sizin adınızı kontakta əlavə etsin. Baxın, kontakt artırmanın bir yolu bu. İkinci, hal-hazırda o qədər qruplar var ki, kontakt artırma qrupları da var, sonra satış qrupları var, en qədər qruplar var və onlara daxil olub, mən orada qrupda yazıram ki, kimlər kontakt etmək istəyirsə, mənə geri dönüş eləsin və oradan da nə qədər insanlar geri dönüş eləyir. Əvvəllər digər firmalarda işləyən insanları mən kontakta əlavə etmirdim, deyirdim ki, onsuz da bu hansısa bir şirkətdə işləyir. Amma sonradan düşündüm ki, çox səhv etmişəm. Elə insanlar var ki, digər şirkətdə işləsə belə Ariflame məhsullarının həqiqətən istifadəçisidir, Ariflame məhsullarını sevirlər və onların da adlarını mən kontakta əlavə edirəm. Hansısa bir ətirimizi ya kremi paylaşanda oradan yazır ki, bu mənim ən sevdiyim ətirdir, illərdir mən buna istifadə etmişəm və beləliklə o insan ən azı öz istifadəçisi üçün qoşulur. Ondan sonra bəlkə gəlir biznesdə qura bilər. Baxın, kontakt artırmanın yollarından biri də bu və sonra mən statusunda paylaşıram ki, kimlər mənə, məsələn, 10 nəfər, 20 nəfər öz kontaktından insanlar, xanımlar yönləndirsə, hansısa bir hədiyyəni verəcəm. Məsələn, nəsə bir tuş təklif edirəm ya başqa bir şeylər, amma ən azından onlar mənə yazsınlar. Mənim nömrəmi siz verəcəksiniz kimlərəsə, mənim statuslarımı, sadəcə statuslarımı izləməkdən ötürü mənə yazacaqlar. Və belə yazırlar, biz qarşılıqlı kontakt edirik. Bunlar nə üçün lazımdır? Ona görə ki, birdən xanımlar bizə etiraz edirlər ki, biz məlumat verəndə ki, mənim əhatəm yoxdur, ya mən kimə satacam, ya kimi dəvət edəcəm. Əhatə deyilən bir mühiti biz özümüz yaratmalıyıq. Çünki baxın, mənim əhatəm var, mən hər zaman bunu dəvət etdiyim insanlara deyirəm və komandama da deyirəm. Deyirəm, mənim əhatəm yoxdur. Baxın, çölə çıxıram, rusları görürəm, evə girirəm, öz ailəmi görürəm. Bunlardan başqa mənim əhatəm yoxdur. Amma sizin en qədər əhatəniz var. Siz çölə çıxanda bütün Azərbaycanlıları görürsünüz. Hər kəs, belə deyim də, gördüyünüz hər bir kəs
sizin dəvətinizə çevrilə bilər. Və mənim bir əməkdaşım var idi. İndi gülüş üçün burada bunu deyəcəm. Bir dəfə yas mərasiminə gedib deyir, oturmuşam orada qabaqda deyir xanımlar əyləşib. Ancaq deyir beynimdə odur ki, bu 50 bal vura bilər, bu 100 bal vura bilər, bu 20 bal vura bilər. Yəni baxın, belə deyim də, həqiqətən fikrinizdə hara getdinizdə işiniz də özünüzlə gedir də, belə bir deyim var. Çünki bizim işimiz onlayndır və hara gediriksə işimizi də orada tətbiq etməliyik. Elə əhatəyə düşürük ki, mütləq orada o şərait yaradılır ki, biz işimizdən danışa bilək deyə. Ya bizim üstünlüyümüz də budur ki, baxın, belə deyim, dövlət işindən bizim üstünlüyümüz odur ki, mən indi hal-hazırda hansısa bir dövlət işində işləsəydim, bu vaxtı mən təlim aça bilərdim, yox, aça bilməzdim. Çünki mən icazə ala bilməzdim ya da evdə ola bilməzdim. Baxın, bizim işimizin də üstünlüyü budur ki, biz harda olmağımızdan asılı olmayaraq bu işi də idarə etmək, belə deyim də, imkanımız var. Ona görə bu işin hər zaman, mən komandamda da deyirəm, burada da deyirəm, bu işin hər zaman qədrini bilin. Həqiqətən bu Oriflame bizim üçün böyük bir imkandır. Şəxsən mənim üçün həqiqətən yaradılmış böyük bir imkandır da. Mənim elə bir imkanım yoxdur ki, gedib mən hardasa işləyə bilim deyə. Bu mənim üçün əla bir fürsətdir. Bunu da hər zaman da dəyərləndirirəm və sizə də məsləhət görərdim ki, burada varsınızsa, icazə verməyin ki, kimsə Sən sənin atılma səsi və açardın. Mən xanıma bağlayanda səni də bağladım. Yəni icazə verməyin ki, kimsə sizi bu işə qarşı həvəsdən salsın. Çünki həqiqətən bu bizim üçün böyük bir fürsətdir. Və sonra dəvətin yollarını deyimsə. Baxın, dəvət etmək üçün biz hal-hazırda reklamlarla da işləyirik. Reklamlar hardan? Baxın, həm pullu, həm də yəni ödənişli, həm də ödənişsiz reklamlarımız var. Baxın, indi mən saytlar adı çəkəcəm. Ola bilər ki, burada çoxlarınız və bəziləriniz də oradan istifadə edirsiniz, amma istifadə etməyənlər üçün, bilməyənlər üçün də mən vurğulayım. Baxın, bizim saytlarımız var. Lalafodu, tap.az-dır, Tutu.az saytıdır, Region Bakudur, sonra həm siz burada pullu reklamlar yerləşdirə bilərsiniz, həm də pulsuz reklamlar yerləşdirə bilərsiniz. Baxın, niyə ödənişli reklamlar da yerləşdirmək vacibdir? Ona görə burada premium var. Çünki belə deyim də, biz burada elə bir ki, biz yerləşdirir reklamı bir günü 1 manat 50 qəpiyə var. Bu premiumdur. Premium nə deməkdir? Məsəl üçün, tutaq ki, deyək, sən bu reklamı yerləşdirmirsən, bu reklamda həmən o sən pul ödədiyinə görə sənin o reklamını həmin yerləşdirdiyin sayt, məsəl üçün, elə belə pulsuz yerləşdirəndə bu 5 nəfərin, 10 nəfərin qabağına çıxırsa, sən ödəniş elədiyinə görə hardasa onun 1000 nəfərin, 2000 nəfərin, 3000 nəfərin qabağına çıxardır o reklamı. Ona görə daha pullu effekt verir. Nəinki pulsuz reklamlar. Yəni, belə deyim də, ola bilər ki, məsəl üçün, yeni qoşulmuşsunuz və hansısa bir hələ əlavə bir gəliriniz yoxdur, sadəcə satışdan qazanırsınız və deyə bilərsiniz ki, mən, məsəl üçün, pul qoymaq üçün hələ ki, mənim o maddi imkanım yoxdur. Onun pulsuz versiyaları da var. Və siz o pulsuz reklamları orada yerləşdirirsiniz, onlar daimi orada qalır. Hər 10 gündən bir, 20 gündən bir, 1 aydan bir o reklamları yeniləmək lazımdır. Çünki yeniləyəndə daha da başa üstə gəlib düşür. Və kimlər ki reklam qoyanda, sizin reklamınız yavaş-yavaş düşür alta. Ola bilər biraz ona gec kimlərsə görsün. Amma hər 10 gündən bir, 20 gündən bir, 1 aydan bir mütləq girib baxmaq lazımdır ki, o aşağıya düşübsə, sən onu yeniləməlisən. Yeniləyəndə o reklamlar daha üstə qalır və onu daha çox insanın qabağına çıxır. Baxın, həqiqətən çox gözəl effektlidir. Mənim elə bir liderim var ki, mən onları Lalafodan gətirmişəm. Yəni, orada reklam yerləşdirərək, mən hər kataloq maaşımı alanda reklam üçün mütləq biz əlavə gəlir ayırırıq ki, bu bizim işimizə qoyulmalıdır. Çünki bilirsiniz ki, kiçik-kiçik sərmayələr qoyulmalıdır işə. Və sən buradan o kiçik-kiçik sərmayələri qoymalısan ki, burada böyük imkanlar əldə edə biləsiniz deyə. Baxın, şəxsən mən öz adıma deyim ki, indiyə qədər biz reklamlara bəlkə də 5000-dən çox, 10.000-dən çox pul xərcləmişik. Və xərcləmişik ki, biz onun 10 qatını götürmüşük. Həqiqətən də onun artığını da götürmüşük. Çünki ona görə ki, bizim əlimizdə şans daha azdır dəvət gətirmək üçün. Bəlkə də sizdə daha çoxdur, siz
pulla yox, pulsuzlarını da edə bilərsiniz. Nəyə görə biz məsəl üçün canlı gedib dəvətlər edə bilmirik, kimlərsə görə bilmirik deyə, ona görə bu üsullara daha çox üstünlük veririk. Və bunu yerləşdirmək üçün əgər bilməsəniz, məsələn, top liderlərinizə deyərsiniz, ona uyğun bizim videolarımız var. Lap mən top çatına da ata bilərəm, siz öz qruplarınıza da ata bilərsiniz ki, necə reklam yerləşdirmək olar. Bizdə xanımların hər birinə biz öyrətmişik necə yerləşdirmək olar və bir də Məhəbbət bizdə kömək edir reklamları necə qoymaq lazımdır deyə. Və sonra baxın, mən bir də kimlərəsə kontaktımdan təklif edirəm, hansı ki bir reklamlar hazırlayıram və o reklamları hədiyyə qarşılığı ya ödəniş qarşılığı kimlərəsə də paylaşdırıram. Altından da linkimi qoyuram ki, yəni bunu sən ən azından məsəl üçün 20 nəfərə, 30 nəfərə paylaşdırsan, yəni mən baxıb görsəm ki, məsəl üçün o linkə 20 nəfər daxil oldu, onda mən sənin ödənişini eləyəcəm. Fərqi yoxdur, mən onu qeydiyyat etsəm də, etməsəm də, yəni o linkə daxil olsun, ondan sonra mən sənin ödənişini edəcəm. Baxın, kimlərəsə biz əvvəldən paylaşdıranda mən əvvəldən ödəniş edirdim ki, yəni bunu paylaşın. Və əvvəlcədən ödəniş eləyəndə çox vaxtı mən effekt almadım oradan. Sonradan mən o metodu dəyişdim. Və tutaq ki, deyə məsəl üçün Səbinə xanım kontaktımda var. Mən Səbinə xanıma təklif edirəm ki, mənim bu linkimi məsəl üçün 20 nəfərə yox, 20 nəfər yox, fərqi yoxdur. Sən neçə nəfərə paylaşdırırsansa paylaşdır. O linkə 20 nəfər daxil oldu, özün də daxil ol, baxacaqsan. Daxil oldu, mən sənin onda ödənişini edəcəm. Və əvvəlcədən ödəniş alanda belə biraz başdan soda eləyirlər. Heç vaxt belə deyir ki, hə paylaşdırdım, amma məsəl üçün az adam daxil olur. Və mən sonradan ödəniş eləyəcəm deyəndə ki, yəni o 20 nəfər tamam olanda mən sənə ödənişi eləyəcəm. O 20 nəfər tamam olana qədər o insan dayanmadan onu paylaşdırır ki, o linkə daxil olsun deyə mənim ödənişimi eləsin. Baxın, bu taktikalar da var. Çünki əvvəlcədən biz ödəniş eləyəndə deyir ki, məsələn, tanımadığımız bir insan olur da, deyir, mən paylaşdırdım da, indi nə bilim, kimlər daxil oldu, daxil olmadı. O birdən elə bir ki, boşa da getmiş olur. Amma siz qabaqca, sonradan ödənişi təklif eləyəndə, onlar ən azından, belə deyim də, o linkə daxil olana qədər dayanmadan sizin linklərinizi paylaşdıracaqlar. Və sonra biz hal-hazırda TikTokda bilirsiniz ki, sosial şəbəkələrdən hal-hazırda ən aktivi TikTokdur. Baxın, TikTokdan siz nə cür dəvət gətirə bilərsiniz? Yəni, bizdə əməkdaşlar var ki, direktlərə yazır. Mən özüm direktə yazmıram. İndi əməkdaşların yazdıqlarını deyim ki, ola bilər ki, siz də bu metoddan istifadə edəsiniz. Yazır, sorğu kimi ki, salam, məsəl üçün, mənim adım Rəna Məmmədovadır. Sizə bir sualım olacaq, yəni sorğu keçirdirəm. Alifli məhsullarından istifadə etmişsiniz və oradan geri dönüş alırlar. Və ondan sonra sizə qalır ki, siz onları necə WhatsApp-a gətirə bilərsiniz, necə iş təklif edə bilərsiniz, hansı məhsulu, belə deyim, istifadə etdiyini soruşun və həmin məhsul, məsələn, kataloqda endirimdə olursa, başlayın ona təklif edin ki, baxın, hal-hazırda Lucia, məsələn, Lucia duxusunu deyirsə ki, mən onu istifadəçisiyəm və başlayırsınız ona təklif edirsiniz ki, baxın, hal-hazırda Lucia çox qəşəng endirimdədir və mən müştərilərə təklif eləyəndə hansısa ki bir balımızı tamamlamaqdan ötürü mütləq bizə lazımdır ki, biz də kimlərəsə də o məhsulları təklif edək deyə. Və mən təklif eləyəndə belə bir şey də təklif eləyirəm ki, tutaq ki, deyə mən bilirəm ki, kimlər hansı məhsullar istifadə edir. Həmin o məhsullar kataloqda var. Mən məsəl üçün deyirəm ki, bilirəm ki, məsələn, Zemfira xanım bu hansısa bu tuju istifadə eləyir. Demirəm ki, hal-hazırda o tuj kataloqda endirimdədir. Deyirəm ki, Zemfira xanım istədiyiniz tuj endirimə düşüb, sizin üçün sifariş edəcəm. Demirəm ki, istəyirsən ya istəmirsən. Olan elə bir, belə deyim də, deyirəm ki, onun yox demə mənə variantı olmur da. Deyir, hə, yaxşı, onda sifariş verərsiniz. Baxın, mütləq ki, sən qeydiyyat olmayan birini də, elə insanlar var ki, məsəl üçün qeydiyyat olmaq istəmir. Deyir ki, yox, qeydiyyat olmaq istəmirəm, amma sən mənim üçün gətir. Yəni, biz burada bilirsiniz ki, bal sistemi ilə çalışırıq. O qeydiyyat olmasa da belə, ən azından səndən nələrsə də alırsa, bu elə bir ki, qeydiyyat olub, özü sifariş vurmuş kimi də bunu say. Çünki ondan sənə ən azından hansısa bir bal gələcək. Və TikTok üzərindən həm direktlərə yazmaqla, həm də videolar çəkməklə, baxın, kiçik-kiçik vloqlar hazırlaya bilərsiniz.
Ə, Məsəl üçün, hansı yemək hazırlayırsınız, yemək bişirirsiniz, sonra harasa getdiniz, onların videolarını çəkib birləşdirib, onlardan kiçik vloqlar hazırlayıb, həmin o vloqun içində sən işini də orada, belə deyim, işindən də danışıb, onu həm reklama qoya bilərsiniz, çünki TikTokda da reklam qoymaq olur, həm də ki, vloqlar hazırlayanda onlar daha çox kəşfiyyətə düşür, nəinki elə-belədən video çəkib, ya məsəl üçün şəkil çəkib paylaşanda, çünki bilirsiniz ki, indi insanlara bizim öz həyatımız maraqlıdır. İnsanlar indi işlədiyimiz şirkətə yox, bizə gəlir. Baxın, siz elə bir statuslar paylaşmalısınız, elə bir videolar çəkib hazırlayıb paylaşmalısınız ki, o insanların maraq dairəsində olasınız və sizi daimi izləsinlər deyə. Məsəl üçün, məndə hər zaman yoldaşım da bunu vurğulayır ki, xanımlara ki, statusda paylaşırsınız, bütün kataloqu götürürsünüz, şəkillərlə paylaşırsınız, ya elə belədən, məsəl üçün, negativ bir şeylər paylaşırsınız, ağlaşmalı bir şeylər paylaşırsınız və baxın, onda özünüz tutaq ki, deyək, bu günləri, məsəl üçün, səni 10 nəfər izləyibsə statusunu, sən bütün günü ancaq ağlaşma nələrsə paylaş, sabah baxıb görəcəksən ki, artıq səni 10 nəfər yox, 5 nəfər izləyir. Sənin izləyicilərin azalır. Və sən elə paylaşımlar etməlisən ki, sən insanların artıq maraq dairəsində olasan. Onlar səni izləməyə alsınlar. Və burada Rəqsanə xanım yəqin ki, buradadır. Həmişə o deyirdi ki, mən elə bir statuslar paylaşırdım ki, bir dəfə deyir, mən status paylaşmadım, bir nəfər deyir, mənə geri dönüş elədi ki, bugün sən status paylaşmamsan, mən gözləyirdim ki, sən sabahın xeyir olsun, nəyisə paylaşasan. Və baxın, həqiqətən elə insanlar var ki, bizi gözləyir ki, biz oradan nələrsə paylaşaq və bizdən nələrsə götürsünlər. Və ona görə siz mütləq ki, gündəlik həyatınızdan, ondan sonra hara getdiniz maraqlı bir şeylərdən və onun arasında da işinizdən nəsə, bir dənə, iki dənə də bir şeylər paylaşın ki, yəni bütün günü iş deyib o insanları yorur. Əmin ol ki, o zaman bizə, məsəl üçün, tutaq ki, deyək, 2 dənə Rəna var. Biri bütün günü ancaq elə kataloq paylaşsın, ancaq elə, məsəl üçün, kimisə işə dəvət paylaşsın. İkinci Rəna isə, məsəl üçün, bütün günü gündəlik həyatdan, maraqlı bir şeylər, arada da o işdən paylaşsın, nələrsə bir şeylər paylaşsın. Sizcə hansına qoşulmuş olarlar? Təbii ki, ikinciyə. Yəni, mən bunu özümdə də sınamışam. Məsəl üçün, tutaq ki, deyək, bütün günü statusunda olan elə bir insanlar var ki, ancaq sədərək kimi nələrsə paylaşırlar. Mən çoxlarının sıxırına almışam, heç baxmıram da. Yəni, biri mən özüm. Baxın, siz özünüzü onların yerinə qoyun ki, onlar sizi nə qədər izləyəcəklər. Sən bütün günü ancaq belə-belə şeylər paylaşanda, sən onların izləməsində olacaqsan, yoxsa yox. Ona görə mütləqdir ki, sizin paylaşımlarınız elə olmalıdır ki, insanlar oradan sizə geri dönüş eləsinlər deyə. Bu vacibdir həqiqətən. Çünki bu da dəvətin bir yoludur. Və belə deyim də, elə bir şeylər paylaşırsan ki, o sənə geri dönüş edir, deyir ki, həqiqətən necə deyim, səni mən çoxdandır izləyirəm, baxıram ki, sən bu işə qoşulandan sonra sənin həyatın tamamilə dəyişibdir. Və hətta mən özüm, məndə biraz o qədər deyərdim ki, negativ idim, sonra necə deyim, çox pis düşünürdüm və amma bu işdən sonra həqiqətən o şeylərin demək olar ki, 80% tamamilə yoxa çıxıb, olur ki, birdən məsələn o 20%lər qalır, o da hər kəsdə olur da, o insan tamamilə özünü dəyişə bilməz və ona görə bir işi görəndə də onu sevərəkdən görmək lazımdır, sevərəkdən də paylaşmaq lazımdır. O zaman həqiqətən o insanları sən özünə çəkirsən və məlumat verəndə də. Baxın, məsəl üçün, tutaq ki, deyək, bu günlərim mən çox belə, necə deyim, negativəm, enerjisəm və o zaman mən başlayıb kiməsə məlumat verəndə belə həvəssiz məlumat verirəm də, o beynində düşünürəm ki, bu onsuz da mənə yox deyəcək. Və həqiqətən də elə də olur. O insan mənə bəlkə də hə desəydi də ki, sırasında yox deyir. Və bizim düşüncələrimiz, sonra necə deyim, qarşı tərəf səni bilmir ki, sən necəsən. Sən ona hər zaman daimi müsbət enerji ötürməlisən. Və bir də dəvət etdiyiniz insanları, ən çox da yeni insanları. Yeni insanları, mənim bax bir xüsusiyyətim var ki, bunu hər zaman Elmi məndə deyir ki, mən əl çatan bir insanam. Yəni, əl çatan bir liderəm, həqiqətən. Və mənim nə qədər bəhanələrim var, nə qədər işlərim var. Mən heç bir zaman
aləmdə olan, çöldə, nə bilim, hardasa olan bir şeyləri mən həyatı boyu işimə qatmamışam. Heç bir zaman. Və bunu da məni tanıyanlar və liderlərim, əməkdaşlarım da bilir ki, mən özümdə olan problemləri işə qatmamışam. Ona görə ki, baxın, biz onları işimizə qatsaq, həyatı boyu burada uğur deyilən bir şeydən söz gedə bilməz. Uğur qazana bilmərik. Və mənim burada işləməmək o qədər səbəblərim var ki, amma onlar mənim üçün səbəb deyil. Onlar mənim üçün işləmək üçün, həqiqətən işləmək, qazanmaq üçün mənə müsbət verilən bir səbəblərdir ki, mən buna görə çalışmalıyam. Və birdən məsəl üçün hansısa bir əməkdaşlarımız var, soruşuram ki, niyə dayanmırsan, niyə işləmirsən? Başlayır mənə 50 dənə bəhanələr sayır. 50 dənə sayır. Onda özümdə oturub danışıram, ona demirəm, heç nə demirəm. Özümdə oturub danışıram ki, gör nə qədər mənim onun saydıqları məndə var, hamısı var məndə. Amma bəs mən niyə bəhanələr gətirmirəm? Baxın, nə vaxt mənə yazırlar, sırazı. Aradan 1 saniyə, 2 saniyə keçmir, mən cavab verirəm. Nə vaxt kimsə mənə zəng eləyir, sırazı cavab verirəm. Sonra harda olmağımdan asılı olmayaraq, mən heç bir zaman bildirməmişəm ki, mən filan yer deyəm, mən sənə gəlib 5 dəqiqədən sonra cavab verəcəm. Çölə çıxdım, internetin daimi var. Sonra hara getdim, mən oradan əl çatanam. Çünki əgər siz bu işdə uğur qazanmaq istəyirsinizsə, belə olmalısınız. Və bir də ən çox da yeni dəvət etdikləriniz üçün. Çünki yeni dəvət etdiyin bilmir, sənin nə qədər komandan var, sənin evində hansı işlərin var, hansı problemlərin var. Çünki baxın, mən məsələn gecə yatıram, heç bir zaman SMS-lərimi sıfırlamamış yatmıram. Çünki mənim üçün bu önəmlidir. Mən SMS-lərimin hamısını sıfırlayıram, sonra yatıram. Və səhər-səhər dururam, duranda baxıram ki, məsələn, nə qədər SMS-lərim var. Və birinci baxıram ki, mənə yenilərdən kimsə yazır, ən birinci onların SMS-lərini cavablayıram. Çünki ona görə niyə? Çünki o insanlar bilmir ki, sənin hansı işin var, sənin ya vaxtın var, ya yoxdur. Çünki onlar o qədər mənim qabağıma elə bir insanlar çıxıb ki, deyir ki, elə öz komandamdan da. Məsələn, dəvəti olub, yönəlib mənə yazır. Ki, mən məsəl üçün filan xanıma yazmışam, mənə cavab verməyib. Bu mənim üçün vacibdir, bu mənə tez cavab vermək lazımdır. Və hətta nə qədər əslində eşitmişəm ki, mən sizə yazanda siz mənə həmən cavab verirsiniz deyə, ona görə sizə yazıram. Bəlkə də bilmirəm, bu mənfi bir xüsusiyyətdir ya yox, amma yəni məndə bir vərdiş halına çevrilib ki, mən daima hər zaman tez cavab verim deyə. Elə bilirəm ki, o insana nə bilim hörmətsizlik olur ya o insan tez qaçacaq, yoxsa nəsə bir şeylər bilmirəm, beynində o düşüncələrdir. Və bir də belə bir şeylər deyim. Baxın, bu işdə uğur qazanmaq üçün mütləq davamlı olmaq lazımdır. İstəyir fərqi yoxdur. Ailə həyatında da, yəni iş həyatında da, başqa bir iş görəndə də, hər bir şeyi sən davamlı edirsənsə, o işdə uğur qazanırsan, mütləq uğur qazanırsan. Bu işdə də belədir. Baxın, məsəl üçün, mən tutaq ki, deyək, bu gün qoşulmuşam, bu gün, məsəl üçün, mən 10 gün bu işə davamlı vaxt ayırdım, ondan sonra getdi 1 aydan sonra, 2 aydan sonra yenidən yadıma düşdü ki, mən bu işdə işləyirəm, təzədən gəldim bu işə, sən bu işdə heç vaxt uğur qazana bilmərsən, nə qədər ki, sən bunu davamlı etmirsən. Baxın, mənim bir xüsusiyyətim var ki, mən işlərimi qutardım, yatmaq vaxtı olanda mən özümdə düşünürəm ki, bu gün mən işim üçün nələrsə etdim, işimə etdiklərimdən özüm razıyam ki, yatıram mən, yoxsa yox. Baxın, siz yatanda da düşünün ki, mən bu gün həqiqətən işim üçün etdim, yoxsa bunu başdan soda elədim, həqiqətən özümdən razıyammı, yoxsa yox. Yəni, etdiyim işdən, gördüyüm işdən. Məsəl üçün, tutaq ki, deyəm, mən tapşırıq verirəm ki, xanımlara ki, bu günlərim bunu etməlisiniz. Düzdür? Ya sosial şəbəkələrdə bu qədər axtarış məşq etməsiniz. Ya gün ərzində işimizə 2-3 saat vaxt ayırmalısınız da mütləq ən azından. Və elə xanımlar var ki, sosial şəbəkələrə daxil olur və deyir ki, hə, təbii bu günləri mən məsəl üçün 2 saat, 3 saat vaxt ayırdım. Və sual verirsən ki, vaxt ayırdın, düzdür? Sən vaxtda o 2-3 saatda nə etdin? Və nə qədər geri dönüş aldın və nə qədər insanlara sən bu işi çatdırdın. Və o deyil ki, mən 2-3 saat girdim sosial şəbəkəyə, onun videosunu bəyəndim, onun videosuna baxdım, bunun videosuna baxdım. Bir də baxıb görürsən ki, 2 saat, 3 saat getdi, düzdürmü? Və sən işin üçün heç nə eləmədin. Və evdə səni uşaq da gözləyir, ailə də gözləyir, yemək də pişirməlisən, ondan sonra bütün işləri də görməlisən. Sən niyə bizim xanımlarımızın demək olar ki, yarı faizi
bu işdə uğur qazana bilmir. Ona görə ki, vaxtını düzgün təyin edə bilmirlər. Və evdə də hansı ki qaynana, qaynata ya yoldaş çox vaxtı protiv olur. Niyə? Ona görə ki, sən düzgün işini idarə edə bilmirsən. Sənə deyiləndə ki, sən 2-3 saat bu işə vaxt ayırmalısan, bütün günü ancaq oturdum mən belə 2-3 saatını həmən dəqiqə ayırmaq lazım deyil. Məsəl üçün, mən neynirəm? Tutaq ki, deyək, status paylaşanda, bunu da deyim ki, bu da dəvətin bir yoldur. Hansısa bir status paylaşıram. Status paylaşanda bunu çoxlarınız yəqin ki bilir. Paylaşanda orada bir işarə var. Onu basırsınız, hansısa onu qruplara atmaq olur. Məndə də məsəl üçün baxır ki, nə qədər qruplar var. Öz qruplarımız yox ha, hansı ki digər qruplar. Məsələn, onlayn nələrsə qrup, satış qrupu, sonra kontakt artırma qrupu, hansısa bir reklamı paylaşırsan, nəsə bir şey. Ya məsəl üçün, tutaq ki, deyək, bu kataloqda Lucia ətri endirimdədir. Düzdür? Lucia ətrini paylaşdın. Aşağısından bir qəşəng cümlə yazırsan, Lucia ətri möhtəşəm endirimdə. Sadəcə 2 ədəd qalıb. Məsələn deyək. Paylaşdın, onu işarələ, at onu qruplara. Mən onu attım mı qruplara? Attım, telefonu qoydum bir kənara, getdim başqa bir işimi görməyə. 5 dəqiqə keçdi ya da 10 dəqiqə keçdi. Gəlib baxıram ki, görüm orada mənə kim geri dönüş edibdi. Və sonra hansısa bir nəysə elanı atdım kiməsə, paylaşdım. Sonra gedirəm, başqa bir işimi görürəm. Gəlirəm, baxıram ki, görüm kim mənə geri dönüş edib. Ya linklər paylaşdırmışıq, oradan mən linklərdə biz məsəl üçün linkin özündə, içərisində iş təklifi etmirəm heç kəsə. Hamısına şəxsi də bir-bir məlumat yazıram. Salam, hər vaxtınız xeyir və linkdən onları çıxardırıq. Linki bağlı saxlayırıq. Niyə? Ona görə ki, linkdə olur ki, digər şirkətlərdən kimlərsə qoşulur və biz gedib onlara məlumat verincə, onlar onlara məlumat verir. Yəni, hər kəsin yəqin ki, burada başına gəlibdir. Və ona görə linkə kimlər daxil oldu, hər birinə şəxsi də yazırsınız və linkdən çıxardırsınız. Və yazdınız, salam, hər vaxtınız xeyir. Məsəl üçün 10 nəfərə yazdınız, düzdür? Yazdınız, gedin işinizi görün. Gəlin, baxın, görün ki, sizə kim geri dönüş edib. Məsəl üçün, biri gəlib, baxdınız ki, gəlib yazıb, salam kim idi? Və başlayırsan, sən orada işini sən ona məlumat verməyə iş haqqında. Və nəyə görə, bunu nəyə gətirirəm? Çünki siz işinizi planlı qursanız, nə sizə evdən söz gəlməyəcək, nə vaxtında hər şeyi çatdıracaqsınız. Yəni, burada indi böyüklər var, üzrü hesab eləsin. Yəni, bizim də evladımız yoxdur, bizim ailəmiz yoxdur. Bizim də var, biz də yemək də pişiririk. Bəziləri elə bilirlər ki, biz nə iş görmürük, nə yemək pişirmirik. Şəxsən mən öz adıma deyim, ev işini mən görürəm, çöl işinə mən gedirəm, kişi işinə də mən gedirəm, qadın işinə də mən gedirəm. Çünki yoldaşım dil bilmir, yaxşı, bütün çöldəki işlərində mən hər birini mən görürəm. Amma buna baxmayaraq, mən bu orta komanda idarə edirəm. Və bircə nəfər də məndən şikayət edə bilməz ki, mən nə vaxtsa Rəna xanıma yazdım, mənə gec cavab verdi. Və nə vaxtsa mən, məsələn, zəng elədim, mənim zəngimi açmadı. Mən sənə bugün yazmışdım, sən mənə 10 gündən sonra cavab verdin. Bu şeylər məndən uzaqdır. Çünki niyə? Mən işimi planlı görürəm. Birdən elə olur ki, evdə robot kimi işləyirəm. Bir əlimdə bir işi görürəm, bir əlimdə də telefon. Həqiqətən elə olur. Çünki mən elə eləməsəm, bu işi çatdıra bilmərəm. Və burada da uğur qazana bilmərəm. Və hətta da körpə uşağı olanlar da mənim başa düşər ki, nə qədər və baxmayaraq, demək olar ki, indi hal-hazırda nə qədər səslər atıramsa, hər səsində mütləq Zəhranın səsi düşməlidir. Mümkün deyil. Onun səsini ala bilmirəm. Birdən, baxın, TikTokda mən vloglar paylaşıram. Bir videonun üzərinə səs yazmanı eləyəndə mən 50 dəfə onu söndürürəm, yandırıram. Söndürürəm təzədən deyək. Çünki Zəhra gəlir, kənardan bir də nəsə deyir, o ləğv oldu. Çünki ən azından kiməsə səs atanda bunu başa düşmək olar, amma bu sosial şəbəkədə elə paylaşım etmək lazımdır ki, o ən azından tutarlı olsun da. Bunu da belə deyim də, sosial şəbəkədə elə bir qayda qanunlar var ki, o qayda qanunlara da sən əməl etməlisən ki, sənin videoların hər kəsin qabağına çıxsın, kəşfiyyətə düşsün, kəşfiyyət saatları var. Və bir də TikTokda əgər siz irəli getmək istəyirsinizsə, oradan da sizə geri dönüşlərin olmasını istəyirsinizsə, o çəkdiyiniz, paylaşdığınız videolarda davamlı eləməlisiniz. Ən azından bir gündən bir.
Mütləq bir gündən bir etməyəndə, baxın, məndə yoldaşım proqramistdir deyə o bilir ki, nə vaxt nəyi paylaşmaq lazımdır və bir də sənin əgər səhifən kəşfiyyata düşmürsə, demək sənin kəşfiyyatın bağlıdır və onu açmaq lazımdır və bir də davamlı etmək lazımdır və məsəl üçün bu gün mən paylaşım edirəmsə, bir də 10 gündən sonra paylaşım edirəmsə, sənin kəşfiyyatın bağlandı. Və özünüzdə də baxın, görürsünüz ki, sənin videoların artıq məsələn 200 nəfərdən, 300 nəfərdən artıq izlənilmir. Əgər bir kanı keçmirsə, demək sənin kəşfiyyatın bağlanır. Ona görə sosial şəbəkədə də işləyən xanımlar mütləq bunlara da diqqət etmək lazımdır ki, niyə sənə oradan geri dönüşlər az olur və sənin səhifən niyə az izlənilir. Baxın, bunlar da önəmlidir. İndi bunlar mənim mövzuma biraz aid deyil. Ən azından bunları da deyim ki, ən azı dəvət etmək istəsəniz, səhifənizin aktiv olmasını istəyirsinizsə, bu şeylər də önəmlidir ki, bunlara da diqqət edəsiniz deyə. Və bunlar haqqında suallarınız varsa, dayanmadan danışıram. Əgər suallar varsa, mütləq səsi açıb deyə də bilərsiniz. Yəni, yaza da bilərsiniz. Ola bilər yazdıqlarınız gözümdən qaçar. Çünki məndə bir xüsusiyyət var ki, danışdımsa, ardını gətirirəm, danışıram. Yəni, həqiqətən demək istəyirəm ki, burada uğur qazanmağın sirri odur ki, birinci, sən bu işi sevməlisən, ikinci də davamlılığın. Mütləq davamlı olmaq lazımdır. Heç bir şeyi bəhanə gətirmək olmaz. Həqiqətən deyirəm. Yəni, bəhanə gətiriləcək o qədər şeylər var ki, amma sən onlardan uzaq olsan və birdən xanımlar deyir ki, məsələn, qoy bu problemi həll eləyim. Yəni, yəqin komandanızda var o qədər. Qoy bu problemi həll eləyim, başlayacam. Bunu həll eləyim, başlayacam. Əmin olun ki, problemin biri bitir, qızlar da mənə gülürlər hər zaman. O birisi qıraqdan sənə salam verir. Gəldim. Biri bitir, biri başlayır. Yəni, sən oturub problemini gözləsən ki, bu bitəcək, mən başlayacam işləməyə, sən heç vaxtı burada başlaya bilməyəcəksən. Onda sən ömrün sonuna qədər gözləməli olacaqsan. Və bir də xanımlardan çoxsu deyir ki, məsələn, sifariş yerləşdirmək üçün ya necə deyim, dəvət gətirmək üçün mənim o imkanım yoxdur. Baxın, sifariş yerləşdirmək üçün, yəni hansı sənin bir imkanın yoxdursa, biz bu işləyik də, mən məsəl üçün varım dövlətin başından aşırsa, mən məsələn bu işdə niyə işləyim də? Hazır elə oturaram, elə xərcləyirəm də. Yəni mən burada bizim imkanımız yoxdur deyə biz özümüzün, ailəmizin həyatını dəyişmək üçün burada varıq. Əsas da öz həyatımızı. Çünki belə deyim də, birinci insan gərək özünü düşünsün. Yəni mən əvvəl bunu belə deyim də, deyirdim ki, yox, bu düzgün bir fikir deyil, amma həqiqətən indi o fikrə gəlirəm ki, birinci sən özünü düşünməlisən, öz həyatını dəyişməlisən birinci. Çünki sən öz həyatını dəyişəndə təbii ki, ailənin də həyatını dəyişmiş olursan. Yəni sən birinci bu addımı sən özün atmalısan. Sən özün atdıqca o ailədə də hər kəsi, o məsəl üçün olur ki, məsəl üçün bizdə o qədər etirazlar edirlər ki, yoldaşım icazə vermir, ya məsəl üçün anam qoymur, ya qardaşım qoymur, ya nə bilim qaynana, qaynata qoymur. Əmin olun, bizim hər bir şey özümüzdən asılıdır. Yəni bizdə də o qədər olub ki, elə bir insanlar olub ki, deyir ki, məndə yoldaşım icazə vermir, amma gizlin şəkildə o qədər çalışıblar ki, hətta o vaxtı bizdə bir əməkdaş var, bilməm, Zemfər xanımın yadına düşər, getdi şirkətə bir necə dava elədi ki, yoldaşının biraz məhsulu gec gəlmişdi. Gedib şirkəti görəndən sonra ki, nə qədər bu işin düzgün olduğunu, ondan sonra qayda qanunla işlənildiyini və ondan sonra gəldi, yoldaş özü mənə səs atdı ki, üzrü sayın, mən bu işi bu qədər belə ciddi bilmirdim da ki, yəni elə bilirlər ki, elə bu işə qoşulublar, yalandan kimsə burada aldadacaq, boş şeylərdir. Çünki biz özümüz o insanlara bu işi yavaş-yavaş necə başa salırıqsa və həmən o insanı da başa salmaq lazımdır ki, sən də ailəndə o insanların fikrini, onların düzgün yönləndirməni sən özün eləməlisən. Onları yavaş-yavaş sən özün yönləndirməlisən ki, bu iş sənin fikirləşdiyin kimi deyil. Və çünki sən bunu bir addımını sən atmasan və yenə də elə sənin arzun arzu olaraq da qalacaq. Heç bu işdə səni qoymayacaqlar da işləməyə, irəli də getməyəcəm, buradakı bu imkanları da nə görməyəcəksən, nə də qazanmayacaqsan.
Ona görə birinci, nəyə görə deyirlər burada? Birinci sən öz vərdişini və düşüncəni dəyişməlisən. Sən birinci özünü dəyişdin, ondan sonra ətrafını da, evdəkiləri də mütləq dəyişməyin yollarını sən özün tapacaqsan. İnanıram ki, təlim hər kəsə faydalı oldu və bu dediklərimi həqiqətən sizə tövsiyə eləyərdim ki, nə götürdünüzsə tətbiq edin. Mütləq. Onda həqiqətən uğurlu olacaqsınız. Məndən bu qədər. Olur Rəna. Həqiqətən düşünürəm hər kəs bugün özü üçün yeni bir şeylər götürdü. Çünki mən hər dəfə eşidirəm və hər dəfə yeni. Bəzən olur ki, nəyisə eşitməyə bilərsən, amma təkrar qulaq asanda, yeni liderlər qulaq asanda onu yenidən eşidib və onu qəbul eləyirsən. Bugün həqiqətən çox növlər dedin, hardan ki dəvətlər etmək olar və əgər düşünsək, görürük ki, doğrudan da ətrafımızda həddindən artıq çox adamlar var. Hansılar ki, potensial bizim gələcəyin liderləri ola bilər. Sadəcə onları görüb və onları düzgün təklif etmək lazımdır. Və onu da sizə qeyd edim. Rəna xanımın qızının dəvətini də eşitmişəm. Aysel çox gözəl dəvət eləyir. Düşünürəm Rənadan da gözəl dəvət eləyir. O qədər ki, mamasından eşidir ki, gün ərzində dəvətləri necə etmək lazımdır. Qulaq asmışdım, həqiqətən qusursuz bütün məqamlara toxunaraq çox gözəl dəvət etmişdi. Ona görə bizim ətrafımızdakı övladlarımız da bizim artıq dəvətlər etmək gücündədir və onların da bilirsiniz öz ahəngləri var. Ona görə onlardan da istifadə etmək mütləq lazımdır. Rəna xanım çox sağ olun təlimə görə. Çox maraqlı təlim gedirdi. Və düşünürəm ki, partnyorlarımız da gözəl yararlandılar bu verdiyiniz təkliflərdən. Özünüz necə gəlmişsiniz Oriflame-a? Çox maraqlıdır. Sizi necə dəvət ediblər? Məni sinif yoldaşım dəvət edib. Bəlkə də adını eşitmişsiniz, Sara Rüstəmova. İndi artıq Oriflame-də yoxdur. Bəli, bəli. Sara Rüstəmova mənim sinif yoldaşımdır. Biz bir qrupa əlavə etmişdilər bizi. Orada baxdım ki, Sara oradadır. Sonra mənə keçdi şəxsi də yazdı, nə işlə məşğulsan. Dedim ki, heç bir şeylə. Dedi, mən Oriflame-də çalışıram, gəl qoşul. Və tərəddüd etmədən də qoşuldum. Amma dedim ki, mən oradan heç bir şey ala bilməyəcəm, çünki Rusiyada yaşayıram. Dedi, eybi yoxdur, mən sənin adına bir dənə nəsə vuracam. Sən gəl dəvətlər elə. Adın aktiv qalsın. Və birinci kataloq bir dənə sabun vurdular mənim adıma, adım aktivləşdi. İkinci kataloqa mən 100 ballıq sifariş topladım. Sifariş topladım. Və indi mən dava edirəm ki, mənim adım hədiyyəm hanı, heç də birinci kataloqdan 100 bal toplamaq lazımıymış. Adımı yandırmış. Mən indi dava edirəm, mənim adım hədiyyə, bəs adım hədiyyə. Sonra başa düşdüm ki, artıq mən adımı yandırmışam, bu məni heç həvəsdən salmadı. Və mənə başa saldılar ki, sən dəvət etməlisən. İnanın ki, həmən kataloqa, bir kataloqa mən 12% oldum. Nə qədər dəvətlər gətirdim. Və bunu da vurğulayım ki, mən Rusiya vətəndaşı olduğuma görə öz adımla qeydiyyatdan keçə bilmədim. Məni Sara xanım gəlinimizin adına qeydiyyatdan keçirdi. Gəlinimizin adına qeydiyyatdan keçirdi və məni səhv bir yerə qeydiyyat elədi. Kiminsə ikinci qoluna düşmüşəmmiş. Və deyir, hər işdə bir xeyir var. Və sonra dedim ki, bəs siz deyirsiniz ki, biz də sizə dəstək oluruq da, kimsə yazırıq, bəs sizdən sonra mənə heç kəs yazılmır. Baxdılar ki, məni səhv yerə qeydiyyat ediblər və ondan sonra dedi ki, sən mənə evdən kiminsə vəsiqəsini at, qeydiyyat edeyim. Sonra mən qardaşımın adına qeydiyyatdan keçdim. İndi burada bir şey var ki, mən gəlinimizin adına uğur qazansaydım, heç vaxt öz adıma keçə bilməzdim. Baxın, hər işdə bir xeyir var. Heç bir zaman təsəvvür edin ki, 12%'li bir menecer olmuşdum, amma yenidən sıfırdan başladım. Və sizi heç bir zaman, heç bir şey həvəsdən salmasın. Sıfıra düşsəniz də belə yenidən qalxmağı bacara bilərsiniz. Yəni, bu sizin əlinizdədir. Və sonra mən hətta Rəqsanə xanım bir şey deyirdi. Deyirdi ki, sən buranı sadəcə pulunu görmüsən də, heç bir şeyini görmədən mən burada işlədim. Baş qızıl direktor olana qədər qardaşım. Məqsədiniz güclü olub da, məqsədiniz çox güclü olub. Bəli, mən baş qızıl direktor olana qədər nə səyahətə getdim, nə bir tədbirdə iştirak elədim və bir gün getdim Azərbaycana, direktorlar ziyafəti idi
və həmin vaxtda Azərbaycanda təkcə mən baş qızıl direktor idim. Mənim adım orada çəkilir, kənarda oturub ağlayıram. Deyirəm, mən səhnəyə çıxmaq istəyirəm. Zəfirə xanım deyir ki, yox da, onu icazə verə bilmərik, çünki bu sənin öz adın deyil. Sonra səhnədən o düşəndən sonra Zəfirə xanım bir günlə, buketlə gəldi, məni kənarda təbrik elədi. Yəni, baxın, mən həqiqətən belə deyim də, bu sizi motivasiyadan salmaq, yox, motivasiyadan yox, belə necə deyim, biraz necə deyirlər onu, o qədər mənim çətinliklərim olub ki, bu işdə. Amma mən məsəl üçün onların heç birini bəhanə gətirməmişəm də, yenə də hər zaman irəli getmək uğrunda çalışmışam ki, yəni bu işdə mütləq bunu etməliyik, mütləq bunu etməliyik. Çünki elə bir şeylər var ki, məsələn, burada onu vurğulamaq istəmirəm. Ona görə, baxın, heç bir bəhanələrə sığınmayın. Və bəhanə gətirəndə də bilin ki, nəyə bəhanə gətirirsiniz. Və çalışmaq üçün, qazanmaq üçün hər zaman bir çıxış yolu var. Ona görə davam edin. Burada bir partnyorumuzun sualı var. Onu da istəyirəm səsləndirim. Kontaktınızdakı yazıb, salam kontaktımızdakiların necə dəvət edərək, necə dəvət edək dediyiniz o elə statuslar paylaşıram ki, özü gəlir. Bax, o üsul nədir, deyir zəhmət olmasa. Yəni ki, kontaktınızda nə paylaşırsınız ki, insanlar özü sizə müraciət eləsin? Kontaktımızda, statusumuzda mütləq önəmlidir paylaşımlarımız. Yəni mən statusda, məsəl üçün, kimlərisə işə dəvət, çox vaxtı mənim indi burada olan xanımların yarı faizi mənim statuslarımı izləyirlər. Mən çox vaxtı, məsəl üçün, orada yazmıram, ay, sənə bunu qazandıracam, gəl, ay, belə eləyəcəm, gəl. Məsələn, biz getdiyimiz səyahətlərdən, ondan sonra komandamızın uğurundan, sonra özümün qazanclarından. Əvvəllər, məsəl üçün, belə deyim də, birdən elə xanımlarımız var, deyir ki, sizin uğurunuz var deyə siz paylaşırsınız, sizə geri dönüş edirlər. Yəni, onlara demək istəyirəm ki, biz də sıfırdan başlamışıq, bizim də 3%-imiz olub. Amma biz o şeyləri elə paylaşmışıq ki, sevərəkdən. Sənin indi uğurun yoxdur, komandanın uğuru var. Sənin hal-hazırda yoxdur, məsəl üçün, liderinin var, sponsorunun var. Yəni, statuslar önəmlidir, düzdür. Oradan necə dəvət gətirə bilərik? Həm məhsul üzərindən bir də mən dəvət gətirirəm. Həm də ki, bu elə paylaşımlar edirəm ki, o insanlara toxunur da, yəni istəyir onu, o da onun kimi olsun, qazansın. Necə, elə insanlar var ki, məsələn, səyahət etməyə xoşlayır. Mən, məsəl üçün, indiyə qədər hardasa 6-7 dəfə səyahətdə olmuşam da. Yəni, onlardan elə şeylər paylaşıram, getdiyimiz ölkələrdən. Məsələn, indi ola bilər deyirsiniz ki, mənim yoxdur da, onları necə paylaşım? Sən də komandanın üçün paylaş. Hələ ki, sən o yerə gəlib çatana qədər. Çünki önəmlidir də sənin paylaşımlarınıza diqqət etməlisiniz. Yəni, bayaq vurğuladım, bütün günü ancaq mən kataloqun şəkillərini düzüm ora, bütün günü ancaq kimsə işə dəvət edeyim, dəvət gəl. Belə ilə də gəlmir. Amma sən, məsəl üçün, getdiyin yerdən, tutaq ki, deyəm, bugün bir restorana getmişsiniz, ad gününə getmişsiniz, sonra harasa toya getmişsiniz, maraqlı bir şeylər də paylaşmaq lazımdır ki, sən izlənəsən onlar tərəfindən. Və səni izlədiksə və bunu da mütləq önəmlidir ki, indi insanlar şirkətə gəlmir. Əmin olun, gəlmir. İnsanlar bizim özümüzə gəlir. Yəni, sən özün necəsənsə, necə lidersənsə, yəni necə insansansa, o şeyləri sən statusunda o insanlara onu çatdırmalısan. Və o insanlar maraqlı olmalıyıq ki, insanlar özləri müraciət eləsinlər, bəli. Niyə məsələn Zəminə xanımı seçməliyəm? Bax, onun beynində olmalı. Niyə mən Zəminə xanımı seçməliyəm? Onun hansı xüsusiyyətləri var? Baxın, siz belə olmalısınız ki, o insanlar səni yox, məsəl üçün, tutaq ki, deyək, Zəfirə xanımı seçsinlər. Niyə? Onun səndən nə üstünlüyü var? Baxın, hər zaman bunu müqayisə aparmalısınız ki, niyə məni seçmədi, filankəsi seçdi. Çünki onun altında ucu səndə nəysə var. Bir də bir şey də deyim ki, səndə nəsə alınmırsa, sən başqa bir yerdə, belə deyim də, nə günahkar axtarma, nə də səbəb axtarma. Birinci özündə axtar. Birinci o səbəbi, o səhvi sən özündə tap, özündə düzəlt, ondan sonra hər şey yolunda gedəcək. Hər şey bizdən başlayır, bəli. Tam razıyam. Çox sağ olun Rəna xanım. Çox maraqlı təlim keçdiniz. Düşünürəm ki, partnyorlarımız da yararlandılar. Təşəkkür edirik sizə. Sağ ol Rəna. Deyəndə doğrudan da yadıma düşdü. Yaxt klubuydu. Baş qızıl idi.
Rusiyadan gəlmişdi və deyir, mən səhnəyə çıxım. Dedim, Rəna, heç bir cür qaydaları poza bilmərəm. Sənin adın orada yoxdur, qardaşımın adıdır. Qardaşın varsa o çıxsın, yoxdursa çıxmır. Heç kəs bilməyəcək. Dedim, yox, mən bilirəm, yetərlidir. Mən də doğrudan da qaydaları pozmağı sevmirəm. Amma gül dəstəsini ona qıraqda da olsa verdik. Çünki çox gözəl bir məqama toxundu. Hər kəs öz adı ilə qeydiyyatdan keçməlidir. Əgər sizə müraciət eləyirlərsə ki, mən indi istəmirəm, yoldaşım icazə vermir. Əmin olun ki, fırlatsa sərəsəs görəcəksiniz ki, burada nəysə başqa bir işi var. Hər kəs öz adı ilə olmalıdır ki, sabahsı günü səhnəyə də çıxa bilsin, səyahətlərə də gedə bilsin, premiyanı da öz adını açsın və hər zaman öz adını görsün, necə deyərlər, o vərəqdə də, veyində də, kartında da, yəni çox vacibdir. Hər kəs öz adı ilə qürurla çalışmalıdır. Və Rananın da çox gözəl bir addım oldu ki, öz adı ilə həqiqətən qeydiyyatdan keçdi. Rahat davam eləyir və indi də yoldaşı ilə birlikdə ailə biznesidir. Bu səbəbdən hər zaman düzgün yola gedin, qaydaları pozmayın. O zaman həyatınızda heç bir problemlər olmayacaq. Çünki hər hansısa bir yanlış bir addım arxasınca böyük bir yanlışlar gətirə bilər. Bu səbəbdən hər zaman düzgün addım atın. Hər birinizə uğurlar arzu edirəm və nəyi qeyd etmək istəyirəm? İkinci gün saat 5 may çox gözəl bir mövzu ilə satmaq yoxsa təklif etmək mövzusu ilə Könül və Faik Abbasovlar çıxış eləyəcək. Ona görə öz, necə deyərlər, cədvəlinizdə bu tarixi qeyd edin və gözəl bir çıxışı izləyəcəyik davamlı olaraq. Bir daha bir dənə də mövzunu qeyd etmək istəyərdim. Hal-hazırda bu görüşdən sonra bunu da paylaşacağım. Bilirsiniz ki, iş alətlərində bütün liderlərin çıxışlarını qeyd edirəm və Telegram kanalına Top Rekruterların Liqası adlı gözəl bir, belə deyərdim, qlobal proyektdir və onun haqqında ətraflı məlumat verəcəm. Sonra qısa məlumatlar verəcəm. Əgər ki, suallarınız çox olarsa, sabahda bu mövzu ilə bağlı bir Zoom görüşü də olacaqdır. Hər birinizə uğurlar arzu edirəm. Düşünürəm, bugünkü Rənanın da çıxışı hər birinizə gözəl dəvətlərinizi sırf Top Rekruterlar Liqası üçün çox yararlı olacaq. Çox sağ ol, Rəna. İnşallah. Siz də sağ olun. Nə yaxşı gəldiniz, qoşuldunuz, dinlədiniz və inşallah da ki, inanıram ki, buradan götürdüklərinizi tətbiq edəcəksiniz. Hər kəsə təşəkkür edirəm qoşulduğu üçün. Çox sağ olun.